Bura məcburi köçkünlərin dəfn olduğu qəbristanlıqda, əksəriyyəti də Kəlbəcər, Laçın sakinləridir. Hər gün dünyasını dəyişən insanlar var, yəni ömrə vəfa yoxdur. Hələ ki, burada dünyasını dəyişən insanların öz doğma ata-baba yurdunda dəfn olunmasına icazə verilmir. Ordumuzun, dövlətimizin, millətimizin birliyi ilə döyüşdü, torpaqlarımız, Qarabağımız azaddır. Gənc nəsil çoxu heç oranı görməyib. Bu günləri onların ataları, babaları, yaxınları dünyasını dəyişir. Məcburi köçkün kim hardadır, həmin yerlərdə dəfn edirlər. Bu günləri dünyasını dəyişənlərimizi aparıb öz dədə-baba qəbristanlığımızda dəfn etməliyik ki, çünki biz bir Azərbaycanlı olaraq, bir müsəlman olaraq biz ora bağlıyıq. Bugün işğaldan azad olunan ərazilərimizdə işlər çox sürətlə gedir. İşğalçı ordunun vurduğu zərər böyük olduğuna görə bu bir qədər zaman alır. Yaşamaq üçün şərait yaradılandan sonra mərhələlərlə böyük qayıdışın qürurverici köçü baş verir. Əgər məsələn Şuşada, Zəngilanda, Cəbrayılda köç varsa, yaşayış varsa, məskunlaşma varsa, burada dünyasını dəyişən insanlar orada da dəfn olunmalıdır. Bu məsələ ilə bağlı məcburi köçkünlər aidiyyəti üzrə müraciət də edib. Yuxarı təşkilatlardan, orqanlardan, rəhbər orqanlardan, hətta deputatların özlərinə də yazmışam ki, bu məsələ həll olunsun. Siz indi fikirləşin, burada dünyasını dəyişir və vəsiyyət eləyir ki, mənim sümüklərimi apararsınız doğma vətənimə, orada bastırarsınız. Bunun ölümü bir dərd. İkinci dəfə onun sümüyünün çıxarılıb aparılması ikinci dərd. Bu həm bizim maddi cəhətdən, həm psixoloji cəhətdən bu bizə nə cür təsir elədiyini özünüz təsəvvürünüzə gətirin. Deputat Ceyhun Məmmədov deyir ki, mövcud məsələ ilə bağlı ona müraciət edənlər çoxdur. Sakinləri narahat edən bu məsələni də aidiyyəti üzrə diqqətə çatdırıb. Mən bir dəfə parlamentdə Nazirlər Kabinetinin iclasında bu məsələni qaldırmışam ki, bu məsələyə biz mümkün qədər baxmalıyıq. Yəni, əgər biz istəyiriksə ki, insanların ora bağlılığını gücləndirək, onlar ora bağlansınlar, burada yəni onların dünyasını dəyişmiş yaxınlarının orada dəfn edilməsi önəmlidir. Deputat Aqil Abbas isə dəfnə icazənin verilməməsinin səbəbini təhlükəsizliklə bağlı görür. Məcburi köçkünlərin çoxu Bakıda ya hardasa, Azərbaycanın müxtəlif rayonlarında amanət dəfn olunurlar. Ki, ha vaxt torpaq qayıtsa, onları aparsınlar, öz dədə-baba yerlərində, qohuma qərabələr yanında dəfn eləsinlər. Hələ buna niyə icazə yoxdur? Bilirsiniz, düşmən ən çox birinci qəbristanları minalayır. Çünki bilir ki, Azərbaycanı o dəqiq qaçıracaq atasının, anasının ya qardaşının qəbrinin üstünə. Minadan təmizləmə gedir. Bu yaxınlarda mənim anam rəhmətə getdi, mən anamı burada dəfn elədim. Bu mənim üçün çox ağırlıdır. Çünki bunu mənə vəsiyyət elədi ki, mənim qəbrimi sonra köçürlərsə Kəlbəcərə. Çətindir. Bu maddi cəhətdən, hər tərəfli bu bizim üçün çətindir. Ona görə mən xahiş eləyərdim ki, bu gündən sonra nə qədər insanlar rəhmətə gedir, onların hamısını aparaq öz rayonumuzda dəfn eləyək. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, özü də məcburi köçkün olan Aqil Camal deyir ki, mövcud şəraitdə işğaldan azad olunan ərazilərdə məzarlıqların hazır olması mütləq şərtdir. Məzarlıqlar insanların bir yerə bağlanmasında önəmli şərtlərdən biridir. Bu qayıdış prosesinə də müəyyən qədər təsir eləyə bilər. Çünki bir çox insanlar var ki, müəyyən qədər tərəddüd eləyirlər ki, bizim əzizlərimiz hansısa bir başqa bir yerdə dəfn olunub. Ona görə biz başqa məsafəyə, başqa yerə getmək istəmirik. Qayıdış prosesində bu infrastruktur işlərinin həyata keçirilməsinin tərkib hissəsi olaraq ən azı hər bir rayonda bugün mərkəzləşdirilmiş formada bir məzarlığın salınmasına ehtiyac var. Mənə adamda yox, tutalım aparıb uzaqda dəfn eləsə dünya dağılmayacaq. Təbii ki, mən istəyərəm adamda dəfn olun. Amma ya Kəlbəcərli, ya Cəbrayıllı, ya Şuşalı, bu məsələ yəqin ki, tezliklə öz nəticəsini tapacaq və adamlara icazə verəcəklər. İndi gedib köhnə qəbirləri bərpa eləyirlər. Adamda artıq böyük qəbristanlıq bərpa olunur. Mənim övladlarım heç bir Kəlbəcər görməyib, ancaq şəkildə görüblər. Bu günləri Allah gecindən hamıya versin, amma həyatdır. Mən dünyamı dəyişəndən sonra, mən burada dəfn olunandan sonra mənim övladım heç oranı tanımayacaqdır. Ona görə mən çox xahiş edərdim ki, bu məsələyə aidiyyəti qurumlar baxsın və bütün bizim dünyasını dəyişənlərin
portalda nə problem var? Aparıb öz qəbristanlığında dəfn eləsin. Laçın şəhərində məskunlaşma var və sakinlərin dəfnlə bağlı müraciəti aidiyyəti üzrə nəzərə alınır. Belə ki, hazırda şəhərin özündə və ətraf ərazilər olan Zabuq, Sus kəndləri, o cümlədən Qarışaha ərazisinə geri qayıdan sakinlərin yaxın ətrafları vəfat etdikdə onlara məxsus olan qəbristanlıqlarda dəfinlərin təşkilinə icazə verilib və Laçın şəhər qəbristanlığı Bakı Abadlıq MMC-nin dəstəyi ilə vahid nümunəvi qəbristanlıqlarla da təchiz olunub. Adı çəkilən ərazilərə mənsub olan sakinlərin yaxın ətrafları da vəfat etdikdə, onların yaxın gələcəkdə yerləşdiriləcəyi nəzərə alınaraq, onların da dəfn mərasimi və dəfni müvafiq qaydada razılaşdırılaraq təmin edilir. Bununla yanaşı, Laçın şəhərində mövcud olan qapalı bir məkanda müraciət əsasında vəfat edənlərinin yaxınlarının onların tərəfindən mərasimlərin də təşkili təmin edilir. O ki qaldı əmanət qəbirlərin işğaldan azad olunan ərazilərə köçürülməsinə, Laçın rayon xüsusi nümayəndəliyindən bildirildi ki, bununla bağlı müraciət hələ ki yoxdur. Amma əgər belə bir müraciət sakinlər tərəfindən olunarsa, bunun müzakirəsi aidiyyəti üzrə baxıla bilər. Dəfinlə bərabər də bizim çoxlu sayda dağılan qəbirlərimiz var. Bu dağılan qəbirlərin də bərpası məsələsi var və indi qeyd etdiyim kimi hazırda bu məsələlərə baxılır. Mən düşünürəm ki, hansı ərazilərdə ki, ən azından minalardan təmizlənib, hansı qəbristanlıqlarda ki, bu işlər həyata keçirilib, biz birinci mərhələdə bu prosesə başlamalıyıq. Əslində Laçın nümunəsinin digər rayonlarda da tətbiqi mümkün ola bilər. Yəqin ki, bu barədə addımlar atılacaq və sakinlərin də digər təklifləri də nəzərə alınar. Bağça ilə 20-ci illərdə atam, babam danışardı ki, məscid olub Kəlbəcərin mərkəzində. Biz arzulayardıq ki, Kəlbəcərdə də o məscid bərpa olsun. İnanc yerimiz olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuz bizi vətən torpaqlarına qovuşturdu. Möhtəşəm diyar olan Kəlbəcərə də tezliklə böyük qayıdış olacaq. Burada da azan səsi eşidilib, dualar oxunacaq. Aqil Uluxanlı xüsusi olaraq diqqət efir üçün.